Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel aqibatu lil muttaqin. Ve la udvana illa alel zalimin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Amma ba'd. İnşallah bugündən başlayaraq aktual və önemli mövzulardan sayılan bir mövzu barədə deməli bir neçə dərsimiz olacaq. Və dərslərimizin mövzusu təməzzüh, yəni məzhəbə bağlanmaq və təqlid barəsindədir. Yəni bu məsələlərin mahiyyətini izah etməyə çalışacağam. Əslində bəzi insanlar buna bənzər mövzuları lazımsız hesab edirlər, yaxud da ki onun faydasız olduğunu düşünürlər və buna lazımı diqqət yetirmirlər. Yaxud da ki, bu cür mövzular barədə danışan insanları qınayırlar. İddia edirlər ki, Quran və sünnə olduğu bir halda məzhəbə heç bir gərək yoxdur. Yəni, insanların çoxu, müsəlmanların çoxu belə düşünür. Və bu cür mövzuları qaldırmaq və yaxud da ki, insanları buna çağırmağı fitnə, yaxud da ki, parçalanma hesab edirlər. Ancaq əslində bilmirlər ki, insanları əhl-i sünnətin köklü yollarından və məzhəblərindən uzaqlaşdırıb, həmin bu elmin əhlindən olmayan insanları Quran və sünnəyə tabeçilik adı ilə onlara müştəhidlərin səlahiyyətini vermiş olurlar əslində. Və nəticədə də hamı Allahın dinində fikir yürütməyə başlayır. Və öncələr heç bir imamın və yaxud da ki, alimin, fəqihin demədikləri sözləri danışmağa başlayırlar. Və insanlar da bununla zəlalətə və batil yollara düşürlər. Məzhəbsizliyin əslində fəsadlarından biri də budur. Dediyim kimi, bunun səbəbi Quran və sünnəyə tabeçilik iddiası ilə əhl-i sünnətin yolunu tərk etməkdir. Məzhəbsizliyə çağırışların bir sıra mənfi olan və həmçinin də parçalanmanı daha da böyüdən amilləri var. Misal üçün, yəni amillər çoxdur. Bir ikisi misal çəkir. Misal üçün, ortadan ixtilafın ədəbi qalxmışdır. İxtilafın ədəbi deyilən bir şey yoxdur. Və bu da məzhəbsiz insanları təəssübkeşlikdən çəkindirmək adı ilə əslində özlərinin də ən dərin və batil təəssübkeşlik içində olmasının göstəricisidir. Onlarla ixtilaf edən hər bir insanı bidətdə, zəlalətdə ittiham edirlər və yalnız haqqın onların firqəsində olduğunu iddia edirlər və bu əslində məzəmmət olunan təəssübkeşlikdir. Yəni, yalnız onlar haqq üzərədirlər, digər bütün insanlar isə zəlalət və batil əhlindəndirlər onlara görə. Və insanların mötəbər məzhəblərə təqlidini isə təəssübkeşlik hesab edirlər. Özləri isə əhli olmayan insanlara təəssübkeşlik edib, daha da dərin bir zəlalət içində qalırlar. Və inşallah dərslər əsnasında məzəmmət olunan təəssübkeşliyinin nə olduğunu izah edəcəm. Yəni, inşallah ki, dərslər əsnasında bu olacaq. Yəni, təəssübkeşlik ümumiyyətlə nəyə deyirlər? Və həmçinin məzəmmət olunan təəssübkeşlik nədir? O məsələyə aydına gətirəcəm. Həmçinin məzhəbsizliyə çağırışların mənfi xüsusiyyətlərindən biri də şəz görüşlər üçün münbit şəraitin yaranmasıdır. Və nəticədə də bu cür görüşlər çoxalır. Şəz görüşlər, yəni ki, əhl-i sünnətdə etibara alınmayan görüşləri insanların gözündə mötəbər görüşlər kimi təqdim etməkdir və insanları bu yollara çağırmaqdır. Və həmçinin məzhəbsizliyə çağırışlar Quraniliyə, hədis inkarçılığına açılan ən təhlükəli qapılardan hesab olunur. Məzhəbsizlik, Quraniliyə, hədis inkarçılığına və hətta ilhədə, yəni dinsizliyə gətirib çıxara biləcək bir yoldur. Çünki dediyimiz kimi məzhəbi və təqlidi məzəmmət edənlər birbaşa Quran və sünnəyə tabi olduqlarını iddia edirlər. Bu da təbii ki, hər bir batil əhli üçün müsəlmanları tələyə salmaq üçün ən əsas və rahat fürsətdir. Və biz də bu şeylərin şahidi oluruq. Həmçinin digər mənfi xüsusiyyətləri qeyd etmək mümkündür. Və ümumiyyətlə, bu dərslərdə əsasən məzhəblə getməyin doğru olmadığını, həmçinin təqlidin gərəksiz olduğunu deyənlərin iddialarını və iradlarını gətirəcək və onların bu sözlərini əhl-i sünnətin imamları və fəqihlərinin sözlərini ərz edəcək. Yəni, əgər onlar dedikləri şeylərdə doğrudularsa, biz onların sözlərini, əhl-i sünnətin fəqihlərinin sözlərini ərz edəcəyik. Görək, onların dediyi kimidir, yoxsa əslində məsələ elə deyil. Və təbii ki, bu və digər səbəblərdən ötürü
bu mövzuya müəyyən qədər aydınlıq gətirəcəm və həmin mövzu ilə əlaqəli olan qaranlıq qalan bəzi məsələlərə inşallah ki, açılana gətirəcəm. Deməli, ilk biləcəyimiz məsələ təqlid mövzusudur. Ümumiyyətlə, təqlid nədir? Ərəb dilində təqlid nəyə deyilir və həmçinin onun istilahi mənası nədir? İstilahi, yəni şəriətdə gələn mənası nədir? Bu şeyi bilməyimiz lazımdır. Ərəb dilində təqlid sözünün mənası vad'u şey fil unuq. Hər hansı bir şeyi boyuna keçirməyə deyirlər. Hər hansı bir şeyin boyuna keçirilməsidir. Misal üçün deyir ki, boyunbağının boyuna keçirilməsi təqlid adlanır. Yəni ərəb dilində o mənası odur. Misal üçün ərəb dilində qilədə boyunbağına deyilir. Qilədə, onun cəmi də qalaid olaraq gəlir. Və həmçinin Allah Cəllə və Alə buyurur ki, vələl hədiyə vələl qalaid. Yəni ayətin tamamı belədir. Ey iman gətirənlər, Allahın nişanələrinə, haram aylara, qurbanlıq heyvana və boynuna nişan taxılmış qurbanlıq heyvanlarına, vələl qalaid deyildikdə bu qəsd olunur. Boynuna nişan taxılmış qurbanlıq heyvanlarına Rəbbinin lütfünü və razılığını diləyərək Beytül Harama gələnlərə qarşı hörmətsizlik etməyi halal saymayın. Bu ayətdir. Deməli, bu qalaid kəlməsi Quran-ı Kərimdə də keçirir. Və həmçinin Allah Resulü sallallahu aleyhi və səlləm atlar barəsində buyurur ki, وَلَا تُقَلِّدُوهَا الْأَوْتَارِ Atların boynuna deməli, vətərləri taxmayın. Vətər ümumiyyətlə nədir? Yəni, ox yayının iki ucuna tarım bağlanan ipə deyilir. Yəni, Azərbaycan dilində ona kiriş də deyilir. Yəni, oxun ipinə deyilir. Allah Resulü sallallahu aleyhi və səlləm atların boynuna həmin o kirişi taxmağı qadağan edir. Və alimlərin bu hədis barədə iki görüşü var. İmam Bəğavi Şərh-ü Sünnə kitabında buyurur ki, Cəbir ibn Abdullah radiyallahu anhu rəvayət edir ki, Allahın Resulü sallallahu aleyhi və səlləm belə demişdi. Əl-xeylu mə'qudun fi nəvasihəl xeyru ilə yevmil qiyamə və əhluhə mu'anunə aleyhə və əmsəhu nəvasihə vəd'u ləhə bil-bərəkə və qalliduhə və la tuqalliduhəl əvtər. Allahın Resulü sallallahu aleyhi və səlləm buyurur ki, atların alnına qiyamət gününəcən xeyir düyünlənmişdir. Və bu sözün mənası odur ki, yəni Allah Taala cihad üçün silah-sursat hesab olunan atların üzərinə bir xeyir bərəkət endirmişdir. Çünki onlar, bu atlar cihadın silah-sursatından hesab olunurlar. Və buyurur ki, və əhluhə mu'anunə aleyhə və Allah Taala həmin o at sahiblərinə onlara nəfəqə verməkdə daima yardım edir. Yəni insanların Allah üçün, yəni cihad üçün hazırlanan atların saxlanılmasında onlara yardım edir. Onlar həmin atları saxlamaqda bir çətinlik çəkmirlər. Və Allah Resulü deyir ki, və əhluhə mu'anunə aleyhə. Və sonra buyurur ki, və əmsəhu nəvasihə. Yəni onu bəsləyin. Nəvasiyə, yəni nasiyyətun, yəni onun alın hissəsidir, çəkili. Sağallayın və yaxud da ki, onu təmiz saxlayın, onu darıyın. Vəd'u ləhə bil-bərəkə və onun üçün, onun bərəkətli olmasını Allahdan diləyin. Sonra buyurur, və qalliduhə və onun boynuna müxtəlif zinət əşyaları taxın atların üzərinə. Və bəzi alimlər deyirlər ki, onun boynuna zinət əşyaları taxın, kinayəli şəkildə istifadə edilmiş bir kəlmədir. Yəni, onun boynuna həmin o zinət əşyalarını taxdığınız kimi onu daimi cihad üçün istifadə edin. Davamiyyətli şəkildə olsun. Necə ki, siz daimi şəkildə onun boynuna həmin o zinət əşyalarını taxdığınız kimi eyni ilə də onu daimə cihad üçün istifadə edin. Və sonra buyurur ki, وَلَا تُقَلِّدُوهَ الْأَوْتَارِ Həmin o kilişləri onun boynuna taxmayın. Və İmam Bəğavi buyurur ki, İxtələfəl uləmə fil muradi minəl hədis. Alimlər bu hədisdə gələn bu kəlmə ətrafında ixtilaf etmişlər. Deyilmişdir ki, İnnəhum kənu yuqallidunəl xeylə vəl-ibil əvtərəl qisiyyi həttə lə tusabəl əyn. İslamiyyətdən öncə insanlar atın boynuna həmin o ipi asardılar və onun gözdən qoruduğunu etiqad edərdilər. Həmin o iplərin sanki həmayil kimi, təməim kimi istifadə edərdilər. Onun boynuna asardılar, deyərdilər ki, bu şeylər, bu iplər onları gözdən qoruyur, gözləymədən qoruyur. Deyir ki, فَأُمِرُوا بِقَطْعِهَا لِلْإِعْلَامِ بِأَنَّهَا لَا تَرُدُّ مِنْ قَدَرِ اللّٰهِ شَيْئًا Və onlara o şeyləri qoparmaq əmr edildi və onlara bildirildi ki, bu şeylər Allah Taala'nın qədərindən heç bir şey dəf etmir. Allah qədərində nə yazıbsa, onu heç bir şey dəf edə bilməz. Bu bir açıqlamadır. Digər açıqlamada isə buyurmuşlar ki, İnnəmə nuhu an zəlikə liəllə təxtəniqə dəbbətu ində şiddətir raqd. Bəzilə demişlər ki, Allah Rasulunun bunu qadağan etməsində səbəb
at, yəni şiddətli hərəkət etdikdə boğulmasın deyə, çünki həmin o iplər çox nazik olduğuna görə boğulmasın deyə və yaxud da ki, bir ağacın yanında keçdikdə həmin o iplər, kilişlər ağaca ilişib atı boğmasınlar deyə Allah Rəsulu o şeyləri atların boynundan asmağı qadağan etmişdir. Bu məsələdə 2 dənə açıqlama var. Və bəlli olur ki, ərəb dilində təqlid kəlməsinin mənası bir şeyin boyuna keçirilməsidir. Lüğəti mənası budur. Fəqihlərin örfündə isə təqlid kəlməsinin mənası qabulu qavlil qeyri min qeyri hüccətin. Dəlilsiz olaraq digər bir insanın sözünü qəbul etməkdir. Təqlid kəlməsinin mənası budur. Yəni, hər hansı bir insanın sözünü hüccətsiz və dəlilsiz qəbul etməkdir. Buna fəqihlərin örfündə təqlid deyilir. Və bu açıqlama təbii ki, fəqihlərin istilahları fərqlidir, ancaq bir-birinə yaxındır. Yəni, bir hədəfə yönəlmiş kəlmələrdir və bu da bizim alimlərimizdən olan İbn Qudam el-Məqdisin Rabdatun Nazir'də verdiyi tərifdir. Və sonra İbn Qudam rahimehullah buyurur ki, və bu mənadan bizim anladığımız olur ki, Allah Resulü sallallahu aleyhi və səlləmin sözünü götürmək icma ilə təqlid adlanmır. Allah Resulunun sözünü götürmək icma ilə təqlid adlanmır. Nəyə görə? Çünki Allah Resulunun sözü öz-özlüyündə hüccətdir. Onun sözünü nə üçünsə dəlil gətirməyə lüzum yoxdur. Onun sözü öz-özlüyündə hüccət olduğuna görə Allah Resulunun sözünü götürmək təqlid adlanmır və bu alimlərin icması ilə belədir. Ona görə əgər bir insan, yəni cahil insanlar və yaxud məsələdən anlayışı olmayan insanlardan sorursan, sən məsələdə kimə təqlid edirsən? Deyir, mən Allah və Rasuluna təqlid edirəm. Sən Allah Rasuluna təqlid edə bilməzsən. Təqlid hansısa bir alimin, fəqihin sözünü ondan dəlili tələb etmədən almağındır. Buna təqlid deyilir. Allah Rasulunun sözü isə öz-özlüyündə hüccətdir. Zaten onun danışdığı Allahdan gələn bir vəhidir. Və ümumiyyətlə bəzi insanlar deyə bilərlər ki, bu 4 məzhəb məsələsi Allah Rasulunun sahabələri dönəmində yox idi. Ümumiyyətlə bu təqlid məsələsi sahabələrin dönəmində olmayan bir şeydir. Siz bu şeyi hardan çıxarmısınız? Ancaq biz bilirik ki, məsələ tamamilə fərqlidir. Və Allah Rasulunun sahabələrin dönəmindən bizim günümüzə qədər insanlar müəyyən imamlara əhkam məsələlərində təqlid etmişlər. Və İbn Xaldun rahimehullah teala müqəddiməsində buyurur ki, İnna sahabete kullahum lem yakunu ehle futya ve la kana din yu'khadu an cemi'ihim. Buyurur ki, heç də sahabələrin hamısı fətva əhlindən olmamışlar. Və din onların hamısından götürülməzdi. Yəni, bütün sahabələr müştehid olmayıblar. Və din də onların hamısından götürülməzdi. Kimdən götürülərdi? Alim olan sahabələrdən. Və buyurur ki, وَاِنَّمَا كَانَ ذَٰلِكَ مُخْتَصًّا بِالْحَامِلِينَ لِلْقُرْآنِ الْعَارِفِينَ بِنَاسِخِهِ وَمَنْسُوخِهِ وَمُتَشَابِهِهِ وَمُحْكَمِهِ وَسَائِرِ دِلَالَتِهِ. Bu din, bu Quranın daşıyıcılarından götürülərdi. O Quranı bilən, onun nəsix mənsuxunu bilən, mütəşabih və möhkəmini bilən və həmçinin digər dəlalətləri bilən sahabələrdən götürülərdi bu din. Və həmçinin İbnül Qayyim rahimehullah teala İ'lamul Muvaqqi'in kitabında buyurur ki, وَالدِّينُ وَالْفِقْهُ وَالْعِلْمُ انْتَشَرَ فِي الْأُمَّةِ عَنْ أَصْحَابِ بْنِ مَسْعُودٍ وَأَصْحَابِ زَيْدِ بْنِ ثَابِتٍ وَأَصْحَابِ عَبْدِ اللّٰهِ بْنِ عُمَرٍ وَأَصْحَابِ عَبْدِ اللّٰهِ بْنِ عَبَّاسٍ. Bu din, fiqh və elm bu ümmət arasında Allah Resulunun sallallahu aleyhi və səlləmin sahabələrindən yayılmışdır. Və bu sahabələr kimlərdir? 4 nəfərin adını çəkir. Bunlar Abdullah ibn Məsudun əshabıdır. Və həmçinin Zeyd ibn Səbit Əl-Ansarinin əshabıdır. Abdullah ibn Ömərin əshabıdır və həmçinin Abdullah ibn Abbasın əshabıdır. Buyurur ki, فَعِلْمُ النَّاسِ عَامَّةً عَنْ أَصْحَابِ هَؤُلَاءِ الْأَرْبَعَةِ. Bütün insanların elmi bu 4 sahabədən, bu 4 sahabənin elmindən əsas götürür. فَأَمَّا أَهْلُ الْمَدِينَةِ فَعِلْمُهُمْ عَنْ أَصْحَابِ زَيْدِ بِنْ ثَابِتِ وَعَبْدِاللّٰهِ بِنْ عُمَرٍ. Mədinə əhlinin elmi Zeyd ibn Səbit və Abdullah ibn Ömərin elmindən, onun əshabının elmindən əsas götürür. وَأَمَّا أَهْلُ مَكَّةَ فَعِلْمُهُمْ عَنْ أَصْحَابِ عَبْدِ اللّٰهِ بِنْ عَبَّاسٍ. Məkkə əhlinin elmi isə Abdullah ibn Abbasın əshabından götürülür. وَأَمَّا أَهْلُ الْعِرَاقِ فَعِلْمُهُمْ عَنْ أَصْحَابِ عَبْدِ اللّٰهِ بِنْ مَسْعُودٍ. İraq əhlinin elmi isə Abdullah ibn Məsudun əshabının elmindən götürülmüşdür. Və bəlli olur ki, sahabələrin dönəmində və həmçinin tabinlərin dönəmində belə
insanlar müştehid imamlara təqlid etmişlər və öz dinlərini onlara həvalə etmişlər. Bu səbəbdən bu dörd məzhəb İslam dinində ortaya çıxarılan hansısa bir bidət deyil və yaxud da Quran və sünnənin qarşılığında qoyulacaq bir məsələ də deyil. Bəzi insanlar elə bilirlər ki, məzhəblər Quran və sünnənin qarşılığında olan bir şeydir. Yəni deyirlər ki, bunlar məzhəblə gedirlər, biz Quran sünnə ilə gedirik. Sanki məzhəblər Quran və sünnənin qarşılığında olacaq bir şeydir. Yəni ona müqabil olan bir şeydir. Amma əslində biz bilirik ki, məzhəblər Quran və sünnətə insanları ulaşdıran, insanları çatdıran məktəblərdir. Bunu sanki biz nəyə bənzədə bilərik? Deyək ki, bir dənizdir. Dənizin bir sahili var və təbii ki, digər bir sahili də var. Və bu dənizdə 4 dənə gəmi var. Hədəf isə sahilin o başındadır. Sən o hədəfə çatmaq üçün bu gəmiyə minməlisən və həmin o sahilin o başına çatmaq üçün hərəkət etməyin lazımdır. Yəni o gəmidə olmağın lazımdır. Amma əgər sən o gəmidə olmazsansa, sən o dənizin içində girib orada batacaqsan. Məzhəblər Quran və sünnə ilə mübarizə aparan və yaxud ona rəqabət aparacaq bir şey deyil əslində. Məzhəblər Allahın kitabı və Rəsulunun sünnəsinə çatdıran səhih yollardır. Məsələyə yanaşmamız belə olmalıdır. Və ümumiyyətlə alimlərin icması ilə avam insanların müştehid imamlara təqlid etməsi məşrudur. Yəni şəriətdə öz təsdiqini tapan əməllərdən hesab olunur. Çünki bəzi insanlar deyirlər ki, təqlid etmək olmaz. Təqlid etmək təəssübkeşliyidir və yaxud da ki, Quran sünnəyə müxalifdir. Əslində isə bu məsələdə icma var. Bu sözü deyən insanlar əhl-i sünnətin icmasına müxalif olurlar. Və bunun məşru olmasına dair bizim əhl-i sünnətin fəqihlərindən bir neçə sözü oxuyacağım. İlk olaraq Hənəfi alimlərinin bəzi sözlərini oxuyacağım. İbn Əmir Əl-Hac Ət-Təqrir və Təhbir kitabında buyurur ki, Məsələ qeyrul müctəhidil mutlaq yəlzəmuhu indəl cumhur ət-təqlid və in kənə müctəhidən fi bə'di məsailil fiqh əv bə'dil ulum kəl-fəraid aləl qavli bil təcəzzili lil-ictihad. Buyurur ki, mütləq müştəhid olmayan hər hansı bir insana cumhur qatında təqlid etmək vacibdir. Müştəhid olmayan bir kimsəyə. Hətta o fiqhi məsələlərin bəzilərində ictihad edən kimsə olarsa da belə, misal üçün deyir ki, fəraid elmində olduğu kimi, yəni miras elmində olduğu kimi və yaxud bəzi elmlərdə ictihad əhlinə olarsa belə, bəzi məsələlərdə ictihad edirsə belə, onun təqlid etməsi vacibdir. Çünki o müştehid deyil. Və buna əl-ictihad bit təcəzzi də deyirlər. Yəni, təcəzzi deyildikdə bəzi insanlar var ki, müəyyən məsələlərdə ictihad etməyə iqtidarındadırlar. Müəyyən məsələlərdə ictihad etmək iqtidarındadırlar. Lakin müəyyən məsələdə ictihad etməsi onu təqlid çərçivəsindən çıxartmır. Bu cür insanlara belə buyurur ki, təqlid etmək vacibdir. Təbii ki, təqlid etməyin qadağan olunduğunu deyən mötəzillərdir və xüsusən də Bağdad mötəzilləri olmuşlar. Onlar deyirlər ki, insan təqlid edəcək müştəhidin dəlilinin səhilliyini bilməyincə ona təqlid etməsi icazəli deyil. Yəni, avam insan mütləq ki, onun dəlilini bilməlidir. Bilmirsə, həmin o müştəhidə təqlid etmək icazəli deyil. Və həmçinin digər Hənəfi alimlərindən Valiyullah Əd-Dəhləvi Hüccətullahil Bəliğə kitabında buyurur ki, İnnə həzihil məzəhibəl arba'a əl-mudəvvənə əl-muharrara qad ictəmə'atil ümmətu əv mən yu'təddu bihi minhə alə cəvazi təqlidihə ilə yevminə həzə və fi zəlikə minəl məsalih mə lə yəxfə. Buyurur ki, bu tədvin olunmuş, yəni artıq kitab halına salınmış və həmçinin araşdırılmış bu məzhəblər, bu 4 məzhəb ümmət və yaxud da ki, sözü etibara alınacaq insanlar yeştil olmuşlar ki, həmin o məzhəblərə təqlid etmək icazəlidir. Həmin o məzhəblərə təqlid etmək icazəlidir. Və bu təqliddə deyir, insanları gizli qalmayacaq bir çox mənfəətlər var həqiqətən. Yəni, bu insanların dinini asanlaşdıracaq təbii ki, amillərdəndir. Sonra böyle xüsusən də deyir, bizim günümüzdə insanların himmələrinin zəif olduğu bir vaxtda bu öz gərəkli olduğunu daha da açıq şəkildə göstərir. Yəni, insanların himmələri zəifliyib, yəni insanlar elm təlib etməkdə tənbəlləşiblər, Allahın dinini öyrənməyə səy göstərmirlər. Buyurur ki, bu dönəmdə deyir, təqlidin lazım olması daha da açıq şəkildə özünü göstərir. Və həmçinin
Maliki alimlərindən deməli El-Qarafi Ez-Zəxira kitabında buyurur ki, Qala İbnül Qassar, Qala Malik. İbnül Qassar İmam Malikdən nəql edir ki, o buyurur, Yəcibu aləl-avam təqlidul müctəhidinə fil-əhkam. Avam insanlara əhkam məsələlərdə müctəhidlərə təqlid etmək vacibdir. Avam insanlara əhkam məsələlərində müctəhidlərə təqlid etmək vacibdir. Bu İmam Malikin sözüdür. Və həmçinin Şeyx İlliş Fəthul Aliyyil Məlik kitabında buyurur ki, وَقَدْ أَجْمَعَ أَهْلُ السُنَّةِ عَلَى وُجُوبِ التَّقْلِيدِ عَلَى مَنْ لَيْسَ فِيهِ أَهْلِيَّةُ الْاِجْتِهَادِ. Əhl-i sünnət ictihad əhliyyətinə çatmayan insanın təqlid etməsinin vacibliyinə icma etmişlər. Əhliyyəti olmayan, yəni ictihad dərəcəsinə çatmayan insanın təqlid etməsi vacibdir. Və həmçinin Şafiilərdən İmam Əl-Ğəzali Əl-Mustasfə adlı üsul kitabında buyurur ki, avam insanın alimlərə təqlid etməsi məsələsi. Və sonra buyurur ki, avam bir insanın alimlərə sual verməsi və onlara tabi olması lazımdır. Bəzi qədərlər demişlər ki, hər bir insanın üzərinə nəzər yetirmək, yəni dəlillərə nəzər yetirməsi və məsum olan imama tabi olması lazımdır. Və sonra İmam Xəzali buyurur ki, وَهَذَا بَاطِلٌ بِمَسْلَكَيْنِ. Bu iki yöndən batil olan bir şeydir. Birinci buyurur ki, sahabələrin dönəmində avam olan insanlar alimlərə sual verədilər. Alimlər isə onların ictihad dərəcəsini onlardan tələb etməzdilər. Deməzdilər ki, gedin məsələləri dəlilləri ilə araşdırın. Və bu da buyurur ki, zəruri olaraq bilinən məsələlərdəndir və onların avamları və alimlərindən mütəvatir olaraq gələn şeylərdir. Və sonra buyurur ki, bu birinci yönüdür. İkinci yönü də odur ki, buyurur, innəl icma' munaqid, ennəl ammiyyə mükəlləf bil əhkəm. Yəni, avam insanın əhkam məsələlərlə mükəlləf olmasına dair icma var. Hər bir insan əhkam məsələləri yerinə yetirməlidir. Yəni, onun üzərində o mükəlləfiyyət vardır. Ancaq əgər biz hər bir avamdan, ictihad dərəcəsinə çatmayan hər bir insandan dəlilləri araşdırmağı tələb edəriksə, bu halda buyurur ki, bu halda insanların həyatı fəsada uğrayar. Bütün insanlar öz işini gücünü atıb, gedib dəlilləri araşdırıb, müəyyən əhkamları ortaya çıxarmaqla məşğul olmalılar və bununla da sıravi insanların, çünki biz bilirik ki, bu ümmət yalnız müctəhidlərdən, alimlərdən ibarət deyil. Bu ümmətdə alimlər də var və digər peşə sahibləri də var. Ancaq əgər biz hər bir insanın üzərinə Quran və sünnəyə baxıb oradan dəlilləri çıxarmağı əmr edəriksə, şübhəsiz ki, insanların həyatı fəsada uğrayar və hər bir insan da gücünü yetirmədiyi şeyə başvurmaqla mükəlləf olar. Və bununla da bütün peşələr və bütün sahələr fəsada uğramış olar və insanların həyatı da təbii ki, pozular bununla. Ha belə İmam Əmidi rahiməhullah teala bu məsələyə toxunaraq buyurur ki, təqlidin vacib olmasına dəlillərdən biri də Allah Cəllə və Alən Quran-ı Kərimdə buyurmasıdır ki, fəsəlu əhlə zikri in kuntum la ta'lamun. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun. Və bu da hər bir müxatab üçün ümumi gələn bir şeydir. Və bilməyən hər bir insanın bilən insana sual verməsi bu halda vacib olur. Ha belə Həmbəli alimlərindən Muvaffaquddin İbn Qudamə rahimehullah teala Ravdatun Nazir kitabında buyurur ki: "Və əmmə təqlidu fil furu'i fəcəizun icma'an." Furu məsələlərdə, yəni əhkam məsələlərdə təqlid etmək icma ilə icazəlidir. Fəkənətil hüccə fihil icma. Yəni bunun caiz olmasına hüccət icmanın olmasıdır. Yəni bu icma ilə icazəlidir və bunun da hüccəti dediyimiz kimi nədir? Bunun hüccəti icmadır. Deyir ki: "Və li'annel muctehid fil furu imma musibun və imma muxti." Furu məsələlərdə ictihad edən müctehid ya isabət edir ya da ki xəta edir. Xəta etdikdə o insan günah daşımır, savab qazanır. Sonra buyurur ki: "Fəlihədə cəzət təqlidu fihə." Bu səbəbdən deyir, bu cür məsələlərdə, yəni furu məsələlərdə təqlid etmək icazəlidir. Sonra buyurur: "Bəl vəcəbə aləl-ammiyyi zəlik." Üstəlik, avam olan bir kimsəyə bunu etmək vacibdir. Yəni, üstəlik, avam olan insana təqlid etmək vacibdir. Və sonra buyurur ki, bəzi qədərlər, yəni İmam Ğəzəlinin dediyi sözləri deyir Ravdatun Nazir'də. Çünki Ravdatun Nazir əslində İmam Ğəzəlinin Mustasfa kitabından
alınmış bir deməli əsərdir və İbn Qudamə təbii ki, Həmbəllərin üsullarına uyğun olaraq o kitabı təlif etmiş. Lakin əsası dediyim kimi İmam Ғəzəlinin Mustasfa kitabıdır. Həmçinin Şeyxülislam İbn Teymiyyə fətvalarında buyurur ki: "Fəmən tərəccəh indehu təqlidu Şafi'i lem yunkir alə mən tərəccəh indehu təqlidu Malik." Hər hansı bir insanın İmam Şafiiyə təqlid etməsi onun üçün üstün olarsa, onun İmam Malikə təqlid edənə irad bildirməsi icazəli deyil. وَمَنْ تَرَجَّهَ عِنْدَهُ تَقْلِيدُ أَحْمَدَ لَمْ يُنْكِرْ عَلَى مَنْ تَرَجَّهَ عِنْدَهُ تَقْلِيدُ الشَّافِعِيِّ. Və həmçinin İmam Əhmədə təqlid etməsini üstün görən hansısa bir insan İmam Şafiiyə təqlid edən insana irad bildirməməlidir. Və bu da təbii ki, nədir? Təəssübkeşliyin olmamasını ifadə edən ən başlıca amillərdən biridir. Çünki təəssübkeşliyin həqiqəti hansısa bir məzhəbə təqlid edəcəyi zaman digər məzhəblərin batil üzərə olduğunu etiqad etməsidir. Və yeganə haqqın onun getdiyi yolda olmasını düşünməsidir. Amma əhl-i sünnətin məzhəbləri tamamilə fərqlidir və onlara intisab edilən insanların da halı belə deyil. İmam Əhmədin məzhəbinə təqlid edən bir kimsə Hənəfilərin batil üzərə olduğunu demir və yaxud Şafilərin batil üzərində olduğunu demir. Çünki bu furuatlarda ictihadi olan məsələlərdir. Lakin biz İmam Əhmədin məzhəbinə təqlid etdiyimizə görə biz etiqad edirik ki, doğru olan budur, amma ehtimal da var ki, doğru olan İmam Şafiinin ya Abu Hanifənin yaxud İmam Malikin yanında olsun. Yəni biz onların batil üzərə olduğunu etiqad etmirik. Əgər hər hansı bir insan öz yolunun haqq, digər bütün yolların batil olduğunu etiqad edərsə, o təəssübdür, o təəssübkeşliyidir. Məzəmmət olunan təəssübkeşliyidir. Məzəmmət olunan təəssübkeşlik budur. Və biz bu günümüzdə də bir çox insanların məzhəblərdən uzaq olduğunu, təqliddən uzaq olduğunu iddia etmələrinə rəğmən bu məzəmmət olunan təəssübkeşliyə düşdüklərini görürük. Bunlar sanki təqliddən qaçdığını iddia etdikləri halda ən bərbad təəssübkeşliyə düşmüş olurlar. Üstəlik, əhl-i sünnətin yollarını tərk edib, ictihad dərəcəsinə çatmayan insanlara təqlid etməklə bu cür məzəmmət olan yola düşmüş olurlar. Həmçinin İbnül Qayyim rahimehullah İ'lamul Muvaqqi'in bu məsələyə toxunaraq buyurur ki: "Ennehu subhanahu zemme men a'rada amma anzalahu ila taqlidil aba." Allah Taala Allahın nazil etdiyini tərk edib ata babalarına təqlid edənləri məzəmmət etmişdir. Allah Taala'nın nazil etdiyini tərk edib ata babalarının gətirdiyi yola təqlid edənləri məzəmmət etmişdir. Və hadzal qadru min at-taqlid huwa mimma ittafaqa as-salaf wal a'immatul arba'a ala zammihi və tahrimihi. Buyurur ki, təqlidin bu növü ümmətin sələfinin və həmçinin 4 məzhəb imamının yekdilliyi ilə məzəmmət olunandır və haramdır. Allah Taala'nın nazil etdiyini tərk edib ata babaların yoluna düşmək. Bunda heç kəs ixtilaf etməyib ki, bu məzəmmət olunan təqlid və həmçə haram olan təqliddir. Sonra buyur ki, وَأَمَّ تَقْلِيدُ مَنْ بَذَلَ جُهْدَهُ فِي اتِّبَاعِ مَا أَنْزَلَ اللَّهُ وَخَفِيَ عَلَيْهِ بَعْضُهُ فَقَلَّدَ فِيهِ مَنْ هُوَ أَعْلَمُ مِنْهُ فَهَذَا مَحْمُودٌ غَيْرُ مَذْمُومٌ. Ancaq əgər hansı bir insan Allah Taala'nın nazil etdiyinə tabeçilik yönündən müəyyən qədər güc sərf edər və ona gizli qalan şeylərdə özündən daha bilikli insanlara təqlid edərsə, yəni alimlərə təqlid edərsə, buyurur ki, bu məzəmmət olunan deyil, bu tərifə layiq olan təqliddir. Çünki insan bilmədiyi şeylərdə özündən daha bilikli olan insanlara bununla təqlid etmiş olur. Deyir ki, وَمَأْجُورٌ غَيْرُ مَأْزُورٌ. Beləsi heç bir günah daşımır, bu insan əcr qazanır bununla. Yəni bu təqlid ilə o insan əcr qazanır. Və sonra buyurur ki, İbn Qayyim və bu məsələni vacib olan və həmçə icazəli olan təqlid əsnasında qeyd edəcək. Və gördüyünüz kimi bizim imamlarımız təqlid etməyin şəriətimizdə təsdiqini tapmış bir əməl olduğunu deyirlər və hansısa bir avam insanın əhl-i sünnətin böyük müştəhidlərinə təqlid etməsi heç də məzəmmət olunan əməl deyil və əksinə onun Quran sünnəyə ulaşması üçün, onun Quran sünnəyə yetişməsi üçün onun üçün sanki vasitə olan yollardan hesab olunan şeylərdən sayılır. Yəni insan Quran sünnəyə, Allahın və Rəsulunun yoluna çatmaq istəyirsə, Quran sünnəyə ulaşmaq istəyirsə, təbii ki, bunun üçün səhih yollar var və bunlar da təbii dediyim kimi əhl-i sünnətin
müştehidlərinə, əhl-i sünnətin məzhəblərinə uymasıdır, onlara təqlid etməsidir. Gələn dərsdə məzhəbsizlərin bəzi iddialarını və iradlarını oxuyacağım və onlara da inşallah qısa şəkildə cavab verəcəyik. Allah Teala bizi eşidib fayda götürən qullarından etsin. Velhamdülillahi Rabbil alemin.